Xəbərləri ekonomikdən dərhal sonra sizə təqdim edəcək. İqtisadiyyat xəbərlərini təqdim etmək üçün isə sözü Rasim Şərifova verirəm. Axşamınız xeyir olsun, Rasim. Axşamınız xeyir olsun, Mehman. Asiməndə olan məlumata görə ölkə daxilində meyvə tərəvəz bazarında qiymət artımı var və insanlar da maraqlanırlar. Bu artım ümumiyyətlə nə ilə əlaqəlidir? Doğrudan da Mehman belə bir hal yaşanıb. Əsasən də avqust ayında bunu əsasən Azərbaycanın xarici ölkələr meyvə tərəvəz ixracının artması ilə izah etmək olar. Belə ki, Rusiya artıq qonşu ölkələrdə, xüsusilə qərb ölkələrindən meyvə tərəvəz idxalına məhdudiyyət qoyub. Bu qərbin Rusiya embargosu ilə əlaqədardır. Ona görə də Rusiya meyvə tərəvəz tələbatını əsasən Azərbaycan hesabını ödür. Bu da təbii ki, Azərbaycanın daxil bazarında qiymətin artmasına təkan verən amillərdən biridir. Digər xəbərlərimiz də var. Az sonra bu xəbərləri təqdim etməyə çalışırıq. Buyurun, təqdim edin. Beləliklə, bugün olan sonuncu iqtisadiyyat xəbərlərinin təqdimatı ilə efirdə Ekonomiksdir. Sentyabrın 20-sində Bakıda Cənub qaz dəhlizinin genişləndirilməsi layihəsi üzrə təməl qoyma mərasimi başlayacaq. Layihə üzrə Şahdəniz qazı Səngəsal terminalından Türkiyəyə, oradansa Avropaya nəql olunacaq. Azərbaycan Nəşriyyatının kontraktının imzalanmasının 20 il dönümüdür və Cənub qaz dəhlizinin təməl qoyma mərasimidir. Cənub qaz dəhlizinin başlanıcı bilirsiniz ki, Sanqasaldan başlayacaq və Sanqasaldan bu dəhlizin təməl qoymaları və bura çoxlu dövlət başçıları gələcəkdir. Avropa dövlət başçıları. Azərbaycan meyvə tərəvəz ixracını artırıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən bu ilin 8 ay ərzində xarici istehlakçılara 147 milyon dollarlıq bu növ məhsullar göndərilib. Bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 37% çoxdur. İxracın artmasına səbəb Qərbin Rusiyaya qoyduğu embargo göstərilir. Qərbin təzyiqindən sonra qonşu ölkə daha çox Azərbaycan məhsullarına üstünlük verməyə başlayıb. İxracda spirtli, spirtsiz içkilər və kimya məhsullarının da payı artıb. Yanvar-avqust aylarında idxal aşağı düşüb. İdxalı daha çox azalan da elə meyvə tərəvəz məhsullarının üzərinə düşüb. Ümumilikdə ötən 8 ayda 21 milyard dollara ticarət əməliyyatı aparılıb. Bu göstərici 9% azalma deməkdir. Auditor fəaliyyəti haqqında yeni qanun layihəsi hazırlanıb. Qanunda ölkəmizdə bu sahənin inkişafını əks etdirən bir sıra məsələlər öz əksini tapacaq. İctimai müzakirəyə təqdim olunan sənəd yaxın zamanda aidiyyatı orqanlara təqdim olunacaq. Bu barədə auditor xidməti haqqında qanunun qəbul edilməsinin 20 illiyin əsr olunan tədbirdə məlumat verilib. Bildirilib ki, indiyədək auditor xidmətlərinin göstərilməsinə dair yerinə yetirilən müqavilələrin sayı 25 dəfə, xidmətlərin həcmi isə 40 dəfə artıb. İndi isə vaxt xarici xəbərlərindir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı dünyanın aparıcı ölkələrin iqtisadi artımının zəifləməsi ilə bağlı proqnozlarını açıqlayıb. Səbəb kimi geosiyasi risklərin artması və Avrozon ölkələrinin inflyasiya problemləri göstərilib. Təşkilatın may ayında açıqladığı proqnozlarla müqayisədə Yaponiya, Böyük Britaniya və Kanadada vəziyyətin yaxşılaşacağı doğru dəyişildiyi bildirilsə də, Avrozonanın dünya iqtisadiyyatı üçün baş ağrısı olduğu vurğulanıb. Təşkilat Avrozonada ümumi daxili məhsulunun bu il üçün artımını artıq 1,2% deyil, 0,2% səviyyəsində proqnozlaşdırıb. Amerika Birləşmiş Ştatları iqtisadiyyatında da 2,6%lik artım əvəzinə 2,1%lik artım gözlənilir. Qurum həm də Avropa, həm Amerika Birləşmiş Ştatları mərkəzi banklarının işgüzar fəallığı stimullaşdırmağı tövsiyə edib. Avro-dollar nisbəti 1,30 psixoloji həddinə yaxınlaşaraq 1,294 səviyyəsini edib. Lakin mütəxəssislər bunun heç də uzun sürməyəcəyi qənaətindədirlər. Onların fikrincə, bu son dövrlərdə Avropa Mərkəzi Bankının iqtisadiyyatı inflyasiyaya sürükləmək cəhdi ilə uzlaşmır. Avronun dəyərdən düşməsi prosesi bir qədər dayanıb. İndi alıcılar baxışlarını Avstraliya dolları və Yapon yenasına tərəf yönəldiblər. Dollar isə bu situasiyada özünü çox rahat hiss edir. Təəssüf ki, digər valutalar barədə bunu demək mümkün deyil. Avronun satışı ilə bağlı yaranan sükut uzun sürməyəcək. Çünki Avropa iqtisadiyyatından gələn həbərlər belə düşünməyə əsas verir. İqtisadiyyat hal-hazırda deflasiya ilə mübarizə apararaq inflyasiyaya can atır.
Rusiya prezidenti Vladimir Putinin Almaniya kansleri Angela Merkel və Avropa Komissiyasının sədri Jose Manuel Barroso ilə apardığı telefon danışıqlarında Rusiya qazının Avropa İttifaqı ölkələrinin ixracını təmin olunmasının yolları müzakirə olunub. Danışıqlar zamanı Rusiya qazının Ukrayna ərazisindən maneəsiz olaraq Avropaya nəql olmasının davam etdirilməsinin mühüm əhəmiyyət kəsb etməsi bir daha vurğulanıb. Tərəflər danışıqları pozitiv qiymətləndiriblər. Nokia brendinə sahib çıxan Microsoft populyar Minecraft video oyununun yaradıcısı İsveçin Mojang kompüter nəhəngini 2,5 milyard dollar alıb. Qeyd edək ki, bu oyunun yarandığı 5 il ərzində 54 milyon nüsxəsi satılıb. Təkcə ötən il satışdan 100 milyon dollar gəlir əldə edən şirkətdə cəmi 40 işçi çalışır. İndi Microsoftun qarşısında duran əsas vəzifə Minecraftın fərqliliyini qoruyub saxlamaqdır. Microsoftun başçısı Satya Nadella Minecraftın möhtəşəm oyundan da artıq məfhum olduğunu qeyd edib. Bu saata dünyanın neft birjalarında tendensiya fərqlidir. Amerikanın New York əmtəyi birjasında hərraca çıxarılan light neftin bir bareli 92 dollar 69 senti təklif olunur, yəni 0,15% enib. London birjasındakı Brent neftinin qiyməti isə 96 dollar 62 sentə yüksəlib. Qızıl bahalaşmağa başlayıb, indi onun bir unsiyası 1235 dollara təklif olunur. Gümüşün qiymətində də artım var. Bu metal təqribən 19 dollara satılır. Platina qiyməti 1361 dollara yüksəlib. Palladium, mis və alüminium kifayət qədər artıblar. Amerikanın aparıcı fond birjalarında səhmlər fərqli dinamika nümayiş etdirirlər. Amerikanın S&P 500 indeksi bahalaşsa da digərləri eniş nümayiş etdirirlər. Avropa birjalarında da dinamika fərqlidir. Almaniyanın DAX-ı bahalaşır, Böyük Britaniyanın FTSE 100 isə eniş edib. Yaponiya Nikkei 225-i də dəyərini artırıb. Avrozonanın vahid valyutasına məzəmməsi etməkdə davam edir. Bu saata avro-dollar 1.29.34-də mübadilə olunur. Dollar yen 107.25, funt sterling dollar 1.62.14-də bərabərdir. Nəhayət, Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta məzənələri. Dollar 78 qəpik yarım, avro 1 manat 2 qəpik, Rusiya rublu 2 qəpik, Türk lirası isə 35 qəpikdir. Bugün olan iqtisadiyyat xəbərlərini təqdim etdik. Mehman, söz yenidən sənədir. Təşəkkür